ATV kanalında yayımlanan rəngarəng verilişində maraqlı anlar yaşanıb. Demokrat az xəbər verir ki, proqrama qonaq olan gənc müğənni Zəhra Muradovadan canlı oxuması istənilib. Bu zaman sənətçi musiqiçiliyin müşayiəti ilə oxumağa cəhd edib. Lakin onun səsi olmadığından ifası aparıcı Zaur Nəbioğlu tərəfindən yarımçıq kəsilib. Zəhra ilk dəfə efirə çıxdığı üçün həyəcanlı olduğunu bildirib və bu səbəbdən yaxşı oxuya bilmədiyini qeyd edib. İndi isə sözü gedən kadra təqdim edirik. Qız, canlı oxuya bilərsənmə? Hə? Bax, mən tam səmimi deyim, Günelin canlı oxumasını görmüşəm. Amma o qız birinci dəfədir görürəm ümumiyyətlə, həm həyatda, həm efirdə. Düzdür, elə bəstəkarla işləyirsən ki, işinin peşəkarıdır, Elnur Novruzov. Ondan bilirəm ki, yaxşı başlamısan. Özdə Sevinç Sarıyevanda nə qədər vaxt tələbəsən? Mikrofona denən. Hardasa bir aya yaxın başlamışam. Bir aya böyük bir nəticə ola bilməz. Amma həvəslə başlamışam, ən önəmlisi odur. Tamam, əla. İndi qulaq as. Bir an musiqini dayanır, musiqi səslənməsin birinci. Belə bax, mikrofon, o mikrofonla. Aha, hə, elə onunla bir dənə oxu birinci. Oxuyarsınız musiqini. O, xoşuma gəldi, mi özdə. Bax, burada mi deyib, xaric oxuyanlar çox olub, ha. Mənim bildiyiniz qədər, özünüz də bilirsiniz də, ilk efirimdir. Belə dəyərli bir sənətkarımızın qarşısında təbii ki, qüsur ola bilər. Yəni, biraz da paylaş. Bax, neçə dəfə burada bir qız var idi, tamaşaçılar bilir. 2 dəfə yoxsa 3 dəfə o mahnını oxutmuşam ona. Mi deyib, xaric oxuyur. Valla, yadında... Hə, dirəşib mi ilə. Bax, mi çətin də ha, bu sərim var. Mandraj da ola bilər də, yəni o... Mir cahargah. Biraz həyəcan ola bilər də, üzülürsən. Qüsurum olsa, hər şeydən öncə burada əyləşən sənətkarlarımızdan, Zabit müəllimdən, o cümlədən ekran qarşısındakı izləyicilərimizdən, elə indidən üzr istəyərək oxuyuram. Buyur. Əyləş. Bax, mən onu dedim də, çətindir. Və bu saatda həm oxumaq, həm bir aylıq yeni başlamısan da, hər halda həftədə bir dəfə ya 2 dəfə getmişsən dərsə. Həftədə 2 dəfə. 2 dəfə. 8 dəfə dərs üçün çıxıb midən, cargah oxumaq, özdə onun zili də var, çox çətin məsələdir. Hə? Hə, mi çox zilidir. Hətta oxumalıydı. Düz. İndi Zabit müəllim, sizin yanınızda mənim belə danışmağım ayıb olar. Sizin fikrinizi bilmək istəyirəm. İlan söhbəti deyil. İlan deyil ha söhbət. Nasıl tuttu ilanı yəni, narahat olma. Mənə bax, Keçdi iş. O Hacı Qəmbərin tamaşasına baxmısan da. Aha, nə deyir o? Deyir, bu ağam məni bir Abbası ilə imtihan eləyir. Sən cəmaatı bara imtihana çəkməyə gətirmişsən. Sənətkarın yanında imtihan da vermək olar. Yox, məktəbə gəlir. Məktəbdə gəlib imtihan verə bilər. Əgər hazır nəyi varsa oxusun,
Aha. Sən dedim canlı oxumağa, o da canlı oxuyanlar gəlib də. İstiqamət verirsə də, yəni. Mən bayaq dedim ki, Neçə qiymət? bir dəqiqə. Mən bayaq dedim ki, bir mahnını oxumaq üçün məşqsiz səhnəyə Bəli. çıxmaq olmaz. Olmaz, bəli. Burada elə çağırgah vergidən dursun, tanımadığı, bilmədiyi musiqiçini oxumaq hər adamın işidir. Zabit müəllim. Əvvəla tanallığı düz demədi. Əgər desəydi ki, mən bu mahnını oxuyaram, bizim musiqiçilər oradan ona düzgün bir Hansı notdan istiqamət oxumaydı? göstərərdilər. Do. Ən çox halda gördün qız, mən dedim midən oxumaq çətin məsələdir. Azdan çoxdan musik savadımız var. Zar muğamı bitirib də. Özüm ha? Sən Bir dəqiqə, o hansı mikrofonu ilanı verin mənə. tuttun sən? Çoramal O tuttun birisi, o deyəsən. Buyur. Anas müəllim, fikrinizi bilək. Ustad buradadır. Maşallah dedi hər şey. Yox, yəni Dərs qılmaq istəmir səs var, səs maşallah var. Prosta sadəcə biraz yəni Məşq xamlıq var, eləmək. təzədir. Bəli. Yəni təzə gedir Sevinç xanımın yanına. Səs var. Yəni ondan yaxşı mənada istifadə eləmək olar səsdən. Yaxşı mənada istifadə eləmək olar. Muğam oxumaq üçün illər tələb edir Zaur bəy. Aha. Yəni elə birdən bir ayın içində gəlsin çaharca oxusun o demək deyil ki, əsas odur tələbə kimi Sevinç xanımı da salamlayırıq, bizim əməkdar artistimiz, gözəl pedaqoq, yəni Asər Hüseynallı kollecində dərs deyir. Yəni elə davam eləsin, inşallah sən bir hardasa bir ildən sonra bundan çaharca Gələn olsun, istəyərsən. çağıracam səni, qız, bax deyirəm. Bəli. Əgər yenə belə micariyə oxuyub bu cür oxusan, bax deyirəm, bir də çıxartmayacam səni efirə. Gələn Səs açılar da yəqin. Səs maşallah var. Zaten mən Səs oxumağa var. başlayanda bildirdim. İlk efir, həyəcan, üstə gəldi. Yəni çox az bir Qızım, müddətdir sənə bir mən. söz deyim, qəlbinə dəymərəm hər halda. Başdan ayağa pis oxudun. Başdan ayağa not düzgün Yəni deyildi. tonalisti düz tut demədi də, ona görə o elə alındı. Tonalığı gərək düz deyərdi. Tonal olaraq da, not olaraq da Düzdür, məsələn, Seygahız adımı oxumaq olardı, amma bu mahnını da buradan oxumaq olardı, amma zili olmasaydı da. Zili olmasaydı, zili biraz aləmi qarışdırdı, bəli, əlbəttə. Amma səsi var. Bəli, sən. Bax ha, birdən qəlbin qırılar birinci efirdən. Yox, narahat olmuyor. Mübarizsən. Qəti surətdə. Reklamaya pauza, anti-reklam, toji reklam. Valla tam səmimi deyim, heç pis olduğunu da hiss eləmədim. Hiss eləmədim, pis oldum. Bunun pisliyini bizim sənətkarımız təbii ki deyə bilər, başı çıxan bir insan, amma mən səsimin zaten olmadığını Ürəyim, düşünsəydim, heç nə pis deyil. əsla bu Bax yola gör nə atmazdım. deyir, Bir gör nə dəqiqə, deyir. ürəyim heç nə pis deyil, heç ürəyini sıxma, səhər-səhərdir, xaricdə oxuya bilərsən, düz oxumaya da bilərsən, heç problemi yoxdur. Sən Təşəkkür Zaur danışır, denən ki, Günah sağ ol. hamısı Zaurdadır. Hə, denən sağ ol müəllim. Kim Gələn gəlir dəfə burada xaric oxumaram. oxuyur, günahım məndə olur. Onlar Babalı. oturursan. Səlmən bana.